14 iyun Qazaxın 7 kəndinin işğalının son günü və Qaratellə birlikdə döyüşən şəhidlərimizin şəhadət günüdür. Və Azərbaycan Kinematografçılar İttifaqı belə bir təşəbbüs elədi ki, Azərbaycan Silahlı Qüvvələr Günü 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş bu filmin təqdimatını keçirək. Allahın adıyla qələm götürdüm, dastan yazım Qaratellər eşqinə. Qaratelin qəhrəmanlığının o qədər nüansları var ki, o bir dastana sığmaz. Azərbaycan qadın döyüşçülərin içində, yəni müharibədə iştirak edən, istər həkim, istər döyüşçü kimi, istər əskər qardaşlarına qulluq eləyən bacı kimi, Qaratelin qəhrəmanlığı onların hamısından cəsarətlə deyərdim ki, fərqlənir. Bu döyüşlərdə özünə qəsd eləyən ki, düşmənlərinə sağ keçməsin, bu böyük bir misli görünməyən bir qəhrəmanlıqdır ki, Ulu Öndər zamanında milli qəhrəmanlarla görüşdə bu cümləni, ifadəni işlədib ki, əsl milli qəhrəman kimə verilməlidir? O Qazaxda öz kəndi uğrunda döyüşüb, düşmən əlinə sağ keçməsin deyə özünü öldürən Qaratel qızımız var. Əsl milli qəhrəman odur, milli qəhrəman ona verilməlidir. Yəni bu arxivdə də var, bu faktdır. Əsgərlərin yeməyini pişirib, tibb bacısı olub, yaralananları orada məlhəm qoyub, yaralarını sarıyıb, ilk tibbi yardım göstərib, arxa cəbhəyə göndərib. Amma döyüş gün vaxtlarında da özü də döyüş təlimi keçib, öyrənmişdi, silahla davranmalıdır. Döyüş vaxtı da döyüşlər səngərdə gedib, vuruşurdu, əsgərlərlə çiyin-çiyinə. Qaratelin kəndə gəlişi və kənddən cəmaatın çıxandan sonra onun kənddə qalması özü ilə qeyri-adi bir şey idi ki, artıq kişilər belə kəndi tərk eləmişdilər, çox az adam qalmışdı. Özü deyirdi ki, yox, mən bu kəndin alınmağını görməyəcəm, bu kəndin son sakini olsam belə yenə də mən kəndimizi qoruyacam. Və əgər görsəm ki, mümkün deyil, heç olmasa öz gülləmi özümə vuraram, ancaq mən erməninin əlinə də düşmərəm. Dediyi kimi də olmuşdu. Qürurlu olmağımın bir səbəbi də odur ki, Qaratel bütün həyatını qardaşının balalarını böyütməyə və onun kənddə bir büstünü qoydurmuşdu, qəbrinin üstündə böyük qardaşımızın. O büstü ermənilər aşırmışdılar, yerdəydi. İndi şükür kəndimiz alınıb, Qaratelin ruhu bir də ona görə şaddır ki, həmin yerlərdə bizim öz əskərlərimiz növbə çəkir, torpaqlarımız özümüzdədir.